Salam, gəlin birbaşa mətləbə keçək. Bugün biz insan hüquqları ilə dövlət təhlükəsizliyi arasındakı o çox incə sərhəddi sınağa çəkən məhkəmə tarixinə düşmüş olduqca mürəkkəb bir işi BVM İsveçrəyə qarşı işini dərindən təhlil edəcəyik. Bu təhlildə fərdin azadlıq hüququ ilə cəmiyyətin təhlükəsizliyi maraqlarının tam olaraq harada toqquşduğunu görəcəyik. Baxın, belə bir sual verim. Üzərində bir anlıq düşünün. Doğrudanmı qocalmaq, yaşa dolmaq insanı keçmiş cinayət meyillərindən və təhlükəli vərdişlərindən birdəfəlik uzaqlaşdırır? Yəni, insan sadəcə yaşlandığı üçün avtomatik olaraq cəmiyyət üçün təhlükəsiz olurmu? Bu, bugünkü araşdırmamızın tam mərkəzində dayanan etik dillənmadır. Biz yaşlı bir məhbusun azadlıq hüququ ilə uşaqların təhlükəsizliyini necə tarazlaşdırmalıyıq? Yaxşı, planımız belədir. İşin detallarını 5 addımda hissələrə böləcəyik. Əsas hüquqi dillemma, tərəflərin psixotrik toqquşması, azadlıq və ictimai təhlükəsizlik məsələsi, dinlənilmək hüququ və sonda təbii ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yekun qərarı. Beləliklə birinci hissə, əsas hüquqi dillemma və fundamental hüquqların toqquşması. Söhbət Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsindən gedir. Bilirsiniz, bura Avropada insan hüquqlarının son qalasıdır. Məhz buradakı hakimlər bir tərəfdə fərdi hüquqlar, digər tərəfdə isə cəmiyyətin mühafizəsi arasında o son dərəcə həssas balansı tapmaq kimi ağır bir yükü çiyinlərinə götürüblər. Gəlin hekayənin qəhrəmanı, daha doğrusu mərkəzi fiquru olan BM'nin keçmişinə qısaca baxaq. 1946-cı təvəllüdlü bir şəxsi təsəvvür edin. O, 2003-cü ildə azyaşlılara qarşı törətdiyi həqiqətən ağır seksual cinayətlərə görə məhkum olunur. 2005-ci ildən etibarən isə onun internasiyası başlayır və bu düz 10 illiklər boyu davam edir. Və nəhayət 2021-ci ildə o deyir ki, baxın mənim artıq yaşım keçib, təhlükəli deyiləm, məni azadlığa buraxın. Burada mütləq bir terminə aydınlıq gətirməliyik. İnternasiya. Çünki bu, elə-belə sadəcə qapını bağlayıb illərin keçməsini gözlədiyin standart bir həbs cəzası deyil. Yox. Əgər bir məhbus cəmiyyət üçün hələ də yüksək təhlükə yaradırsa, dövlət onu təkrar cinayətdən çəkindirmək üçün müddətsiz olaraq təcrid edir. Yəni, əsas məqsəd risklərin idarə olunmasıdır. İkinci hissəyə keçirək. Psixiatrik toqquşma. Yaşlı cinayətkarın yaratdığı risk əslində necə qiymətləndirilir? Bu işin ən maraqlı yerlərindən biri məhz budur. Ekspertlərin bir-birinə tam ziddiyyət təşkil edən mövqeləri. Ərizəçinin, yəni BM'nin tapdığı özəl ekspert, Professor N, iddia edir ki, 70 yaşdan yuxarı olan birində risk kəskin azalır və əgər cinayətə meyil yaranarsa belə, proses o qədər yavaş gedir ki, müdaxilə etməyə vaxt qalacaq. Amma digər tərəfdə, dövlət ekspertləri Professor HVH deyir ki, qətiyyən belə deyil. Onlara görə psixoloji reallıq yaşa baxmır. Bu vəziyyət ömürlükdür və fərd hər an müəyyən situasiyalardan təsirlənərək yenidən son dərəcə təhlükəli ola bilər. Məhz yaxşı. İsveçrə Federal Ali Məhkəməsi niyə məhz dövlət ekspertlərinin tərəfini tutdu? Bunun çox konkret tibbi əsası var. DSM-5, yəni beynəlxalq miqyasda qəbul edilmiş psixiatrik diaqnostika təlimatı pedofiliyanı ömürlük bir xüsusiyyət kimi qəbul edir. Bu təlimatda tam sağalma, yəni remissiya üçün heç bir meyar yoxdur. Xəstəlik elə xəstəlikdir. Üstəlik, rəqəmlər də vəziyyətin ciddiliyini sübut edir. Rəsmi, tanınmış məhkəmə psixiatrlarının statistikasına görə, bütün pedofilik aktların düz 25%, bəli, tam 1/4 məhz yaşlı fərdlər tərəfindən törədilir. Deməli, yalnız və yalnız yaşın çox olması riski heç də aradan qaldırmır. Bu da bizi gətirir 3-cü hissəyə. Azadlıq və ictimai təhlükəsizlik, həmçinin konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tətbiqi. Təbii ki, müdafiə tərəfi əl qovuşurub otura bilməzdi. Onlar cəmiyyət içində bir həll yolu tapmaq üçün çox sərt şərtlər təklif etdilər. Dedilər ki, gəlin uşaqlarla təmasa tam qadağa qoyaq, məcburi elektron qolbaq taxaq, ambulatoriya terapiyanı mütləq davam etdirək və o, müntəzəm olaraq probasiya xidmətində qeydiyyatdan keçsin. Görünür, hər şey nəzarət altındadır, elə deyilmi? Amma məhkəmənin yanaşması çox praqmatik oldu. Onlar dedilər ki, əgər biz bir adamı təkrar cinayət törətməkdən həqiqətən uzaq tutmaq üçün 7 gün 24 saat bu qədər yaxından, bu qədər amansızcasına izləməliysə, əslində, yox, bir dəqiqə, bu zaten həbsxanadan kənarda internasiya deməkdir. Yəni, cəmiyyət daxilində belə bir mütləq nəzarət həm praktik cəhətdən mümkünsüz, həm də effeksizdir. Və sonda məsələ gəlib Avropa Şurasının ən ali vəzifələrindən birinə dirənir. Dövlətin ən müqəddəs borcu uşaqların fiziki və mənəvi toxunulmazlığını qorumaqdır. Məhkəmə qərar verdi ki, bəli, bu borc BM-nin azadlıq hüququndan dəfələrlə üstündür. Burada ictimai təhlükəsizlik mütləq şəkildə qalib gəlir. 4-cü hissə. Dinlənilmək hüququ və prosessual xəta.
İndiyə qədər hər şey dövlətin haqlı olduğunu göstərir, hə? Amma hüquq elə bir sahədir ki, burada prosedurlar hər şeydir. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə görə azadlıqdan məhrum edilmiş hər kəsin qısa zamanda məhkəməyə çıxarılmaq və azadlığını tələb etmək hüququ var. Və ən əsası, bu sadəcə kiminsə kağızlarına baxmaq deyil. Bu, o fərdin birbaşa canlı olaraq özünü müdafiə etmək imkanının olmasıdır. Və məhz burada İsveçrə İnzibati Məhkəməsi çox böyük bir səhvə yol verdi. Onlar BM-i məhkəməyə gətirib şəxsən dinləmədilər. Avropa İnsan Hüquqları Məhkəməsi isə bu məsələdə çox sərtdir. Bir insanın birbaşa azadlığı və onun daxili psixoloji vəziyyəti mühakimə olunursa, sən yalnız kağız üzərindəki quru faktlarla qərar verə bilməzsən. O şəxs məhkəməyə gətirilməli və vəziyyəti yerində qiymətləndirilməli idi. Buna görə də dövlət birmənalı şəkildə onun hüquqlarını pozmuş oldu. Və nəhayət 5-ci hissə. AYHM-in yekun qərarı, yəni ədalətin yekun tərəzisi. Gəlin bu çox şaxəli qərarı cədvəl üzərindən toparlayaq. 5-ci maddənin 1-ci bəndinə görə məhkəmə dedi ki, təcridin, internasiyanın davam etdirilməsi tam haqlıdır, burada pozuntu yoxdur. Lakin 5-ci maddənin 4-cü bəndinə gəldikdə şəxsi dinləmə təmin edilmədiyi üçün dövlətin prosedur qaydalarını pozduğunu təsdiqlədi. Ola bilsin düşünürsünüz ki, bəs qeyri-insani rəftarla bağlı 3 və 8-ci maddələr necə oldu? Onlar rədd edildi. Niyə? Çünki BM onsuz da adi həbsxana kamerasında değildi. Sırf onun yaşına uyğunlaşdırılmış xüsusi 60+ bölməsində qalırdı. Üstəlik, o Avropa məhkəməsinə gəlməzdən əvvəl İsveçrə daxilindəki bütün şikayət instansiyalarından sona qədər istifadə etməmişdi. İndi isə bu dərin hüquqi təhlilin sonunda sizi çox düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. BM işi bizə bir daha sübut etdi ki, ədalət sistemi heç vaxt sadəcə ağ və qaradan ibarət deyil. Bəli, fərdi azadlıqlar bizim üçün əvəz olunmazdı. Amma digər tərəfdən ictimaiyyətin, həssas qrupların təhlükəsizliyi də qətiyyən riskə atıla bilməz. Belə olan halda biz cəmiyyət olaraq fərdi azadlıqla mütləq təhlükəsizlik arasındakı o qırılma nöqtəsini, o incə sərhəddə harada çəkməliyik? Bu mürəkkəb hüquqi labirintdə bizimlə birlikdə addımladığınız üçün təşəkkür edirəm. Növbəti təhlillərdə görüşmək ümidi ilə.